Biz Qalatiyalıların məktubunu oxuyuruq, ardını oxuyuruq. Deməli, bugün 3-cü fəsildən oxuyacaq. Və baxın, Həvari Paul indi nə deyir burada? Deyir ki, ey ağılsız Qalatiyalılar, sizi kim tilsimlədi? Yəni, həqiqətə itaət etməyəsiniz də, belə deyib. İsa Məsihin çarmıxa çəkilməsi gözləriniz önündə açıqca təsvir olundu. Sizdən yalnız bunu öyrənmək istəyirəm. Ruhu qanuna əməl etməklə, yoxsa eşitdiyinizə iman etməklə aldınız. Siz bu qədərmi ağılsızsınız? Ruhla başlayandan sonra indi cismani səyləmi bitirirsiniz? Dostlar, bəzi məktublarda biz oxuyuruq, Həvari Paulun bu məktublarında cəmiyyətlərə necə müraciət edir, bacı qardaşlara. Ey sevimli qardaşlar, məsəl üçün Romada, ya Korinfdə, ya başqa bir cəmiyyətdə olan bacı qardaşlar, ey deyir sevimli, rəbdə olan qardaşlar, bu cür onlara müraciət edir. Amma burada biz oxuyuruq ki, qardaşlar demirik, onları qardaş elə bir adlandırmır. Qaldı ki, bunlar hamısı qardaşdır. Bax, o cəmiyyətlərdə olan bacı qardaşlardır. Eydir ağılsız Qalatiyalılar. Elə bir ki, o cür onları qınayır ki, onları ağılsız adlandırır. Sizcə niyə belə adlandırır? Deyir, ağlınız haradadır? Siz ağlınızı deyir, itirmişsiniz. Sizcə niyə belədir? Çünki müjdəni dərk edə bilmirdilər. Müjdəni qəbul ediblər. Müjdəni qəbul edəndən sonra burada deyir, cismani səylə bitirirsiniz. Yəni, sonradan bunu dərk ediblər, səhv bilmir. Niyə birdən? Niyə belə oldu? Yollarından çıxdı. Deyir, sizdir, ruhla başlayandan sonra, ruhla başlayıblar da, biz yolunuz düz başlayıb. Siz müqəddəs ruhu almışsınız. Amma sonra cismani səyləmi bitirirsiniz. Səhv təlimlər oldu, yanlış təlimlər oldu. Necə oldu sizcə? Necə oldu bu? Bu da necə oldu? Axı, Həvari Paul orada olaraq, can ataraq müjdəni yayırdı. Onlarla söhbət eləyərək, onların gözlərinin önündə necə yazılıb ki, İsa Məsihin çarmıxa çəkilməsi gözləriniz önündə. Elə bil ki, bax, bu sizin elə bil şəhərinizdə İsa Məsih çarmıqda çəkilib. O cür onlara vəz edirdi. O cür onlara başa salırdı. Elə bil ki, bilirsiniz necə? Çeynəyib onlara verirdi. Onlar da iman etdi. Bir yox, iki yox, böyük bir cəmiyyət yox, bir neçə cəmiyyət yarandı. Bu da Həvari Paulun işidir. Daha doğrusu, Rəbb İsa Məsihin işidir. Rəbb İsa Məsih Həvari Paulun vasitəsilə orada öz lütfünü, öz məhəbbətini başqa bir millətlərə göstərib. Dostlar, bu başqa millətlər, yəni Yahudi milləti olmayan qanun, yəni bax, bu Tövrət kitabında yazılan qanun nə olan bir şeydir bilmirdilər. Çünki qanun onlar üçün deyildi. Qanun kimin üçün idi? Qanun təkcə Qalatiyalılar üçün deyil. İsrail xalqı üçün, elə deyilmi? İsrail xalqına verilmişdir. Musa Peyğəmbərin vasitəsilə, biz bunu Yahyanın müjdəsində oxuyuruq. Musa Peyğəmbərin vasitəsilə qanun, amma lütf isə İsa Məsihin vasitəsilə bizə verilib. İndi, heç qanundan xəbərləri də yox idi. Bunlar xoş müjdəni qəbul etdilər. Bunlar inamla müqəddəs ruhu qəbul etdilər. Onlara həqiqət açıldı və günahdan azad. Günah nə olan bir şeydir, dostlar? Bir də soruşmaq istərdim. Günah nədir? Hərəkətdirmi? Ya Allahla bizi ayıran
Bir funksiya. Allahla, Bizi ayıran hə, vasitədir. Yəni bizi Əməl, Allahdan uzaqlaşdırır. əməldir, fikir, pis fikirdir. əməllərdir, pis fikirlərdir. Bizi Allahdan ayıran bir şəxs demərsən, ne şəxsdir? Yox, amma bir mikrob kimi bir şeydir də belə deyək. Sonra nə deyə bilərik bu haqqda? Günah haqqında nə deyə bilərik? Ölümə aparır. Ölümə aparır. Ölümə aparır. Aha. Dostlar, bu nəinki bu bir əməldir ya bir hərəkətlərdə görünür. Bu həyat tərzidir. Bu insanın həyatı olub artıq. Siz təsəvvür edin, bu artıq insanın həyatında yaşayan bir bu cür necə insan bu günə qalır da. İnsan başqa cür heç anlamır da. İndi sizcə insanı günah nəinki Rəbb Allahdan ayırıb, nə günə qoyub? Yıxıb, yıxmayıb? Yıxır. Yıxıb. Murdarlayıb ya yox? Mündarlayır. Elə deyilmi? Bəli. Sonra Bəyək Xıdır qardaş deyib, ölümə də aparır. Ölümə aparır. Elə deyilmi? İndi günahların bağışlanmasında ehtiyacımız varmı ya yox? Nəyə? Ki günahlarımız bağışlansın. Əlbəttə, tövbəyə ehtiyacımız var. Elə deyilmi? Rəbb İsa Məsih neynədir? Bu dünyaya gəldi və Yudur günahlarımızı. bağışladı. Elədir. Günahlarımız bağışlandı. Amma bağışlamaqla kifayət deyil. Bilirsiniz niyə? Mən günahlarımı bağışladım. Bu bir. Bağışlamağını bağışlayır. Bəs təmizlənməliyəm ya yox? Mən bir yağ dedim ki, günah bizi murdarlayır ya, murdar eləyir də insanı, elə deyilmi? İnsan, baxın, nə günə qalır, nə günə düşür. İndi, Rəbb bizi bağışladı, bu bir tərəf, o bir tərəf isə məni təmizləməlidir. Çünki mən olan vəziyyətdə Rəbb məni qəbul edə bilməz. Natəmiz olan bir şey Allahın səltənətində ola bilməz. Elə deyilmi? Murdar olan şey nə, yəni ki, orada ola bilərmi? Yox, əlbəttə ki, yox. İndi Həvari Paul da burada bax başa salır ki, Rəbb sizi bağışladı. Bundan əlavə sizi hər bir murdarlıqdan da təmizlədi. Onun işidir. Və bizi nə etdi? Satın aldı. Öz qanı bahasına bizi satın aldı. Öz qanı ilə bizi təmizlədi hər bir murdarlıqdan. Bu Rəbbin işidir. İndi isə birdən bunların fikirləri dəyişilir. Kimsə beynini doldurub deyir ki, o ki, sən Rəbbi qəbul etdin, çox gözəl. Amma bəs qanun nədir? Qanunsuz insan salih ola bilməz. Qanun vasitəsi, qanun nə üçün verilib ki, sən salih yaşayarsan? Və bunlar da, Qalatiyalar, bu fikri, o fikri eşidərkən o saat qəbul etdilər. Qəbul edərkən müjdəni kənara, qanunu isə o saat qəbul edirlər. Buna görə də baxın, Həvari Paul deyir ki, ey ağılsız insanlar, ağlı itirən Qalatiyalar, siz qanun vasitəsilə bu ruhu almısınız, yoxsa imanla? Rəbb sizə necə açıldı? İmanla açıldı da. İman vasitəsilə. İman vasitəsilə də siz bu ruhu, yeni həyat sizdə iman vasitəsilə yarandı. Amma onlar Musanın yeni tutdular. Onlar isə bəli, Musa Peyğəmbərin yəni ki, burada necə də deyilir ki, burada deyilir ki, bu din haqqında da, yəni qanun haqqında. Qanun nədir, onu da etməlisiniz. Onlara bu təlimi kim verir? Siz deyir ki, belə deyək də, siz sünnət olmalısınız, siz bəzi əməlləri riayət etməlisiniz. Bu olmasa sizi necə salih saya bilərik? Bu axı
əvvəldən bəri baxanda hamı bəs onda belə deyək də Allah Taala bu qanunu nə üçün, kim üçün göndərib? Əbəs yerənmi? Və o saat onların fikirləri dəyişilir və Həvari Paul bu haqda eşidərkən deyir ki, sizin bəs ağlınız hardadır? Siz bunu niyə bəs araşdırmırsınız? Və dostlar, burada bir neçə məsəl gətirir. İbrahim Peyğəmbər haqqında deyir. İbrahim Peyğəmbər qanun dövründə ya qanundan əvvəl, öncə yaşayıb. Sizcə nə vaxt olub? Qanundan əvvəl. Necə? Qanundan əvvəl. Qanundan əvvəl. Hələ qanun gəlməmişdi. Yox idi. Hələ qanun göndərilməmişdi. İbrahim Peyğəmbər var idi. Və baxın necə yazılıb. Burada deyilir ki, 6-cı ayədən oxuyuram. Məsələn, İbrahim Allaha iman etdi və bu ona salihlik sayıldı. Qanun yox. Hələ qanun gəlməmişdi. O iman etdi və bu ona salihlik sayıldı. İndi isə bunu bilin ki, İbrahimin övladları imana əsaslananlar olur. Mən sizə sual vermək istəyirəm. Burada aramızda olan bacı qardaşlardan kimsə Peyğəmbərin nəslindən olan varmı? Hamımız öylədir, Peyğəmbərin. Necə? Hamımız Peyğəmbərin nəslindən. Peyğəmbərin nəslində. Onu necə başa sala bilərsən mənə? İlk yaradılışımız Peyğəmbər oldu. Necə oldu ki, biz Peyğəmbərin nəslindəyik? Çünki Siz özünüz demişsiniz də bizə İbrahim soyundandır. necə? Siz özünüz də ifadə eləmişsiniz. Yəni ki, şəhadət vermişsiniz ki, biz İbrahim soyundanıq hamımız. Yoxlar. Aha. Kənanlar, yəni ki, İbrahimlər biz o soyundanıq. Dünya dağılandan Nuhun nəslindən gəlirdi. Xeyr, biz Gəlin belə İbrahim deyək. soyundanıq. Biz başqa bir millətlərdən deyilikmi? Siz özünüz demişsiniz. İbrahim Yahud olub. Belə deyək də İbrani olub indi. Onun nəsli indi Yağubun övladları İsa'nın deməli Yahudlar olub. Siz demişsiniz bizə ki, biz İbrahim soyundanıq. İbrahimlər gəlir. Yox, gəlin belə deyək də mən deyən kimi yox. Mən nə demişəm, siz necə başa Mən elə düşürsünüz? sayılırım, İbrahimin soyundan sayılırım. Aha, sonra buyur Xıdır qardaş. bu Davuddan da nə oxşayır. Bu Davud oxşayır. Allah'ın kitabında yazılır ki kim Allah'a inanırsa, Aha. hoca İbrahim neslinden. Kim? O necə olan bir şeydir? Mən əgər inanıramsa, deməli 14 nəsil səcdərə var da. O Aha. gedir çıxır axırıncı İbrahimə. Bəli, İbrahimin Ona görə də soyundan. İbrahimin soyundan gəlir. gəlin belə deyək. Biz İsa İsa Məsih Məsih hansı nəsildən gəlib? Kimin nəslindəndir? Biz əslində Adəmdən gəlmişik. Kökünə baxaq. Yox, Adəmdən də yox. Hələ gəlin belə deyək də. Mən peyğəmbərlərdən söhbətində gedir. Bəşər övladı. Amma Adəmdən sonra da gəldi İbrahim, Nuh. İbrahim. Nuh sonra dünya İbrahim davranışa sonra İbrahimlərdən. biz əgər İsa Məsihi qəbul ediriksə ürəkdən, biz İbrahimin nəslindən gəlirik. Biz İbrahim Gəlin belə nəslindən. deyək də. Şəxsən özümə- İsa Məsihə bürünən, İsa Məsihdə olan salihlərin nəslindəndir. Anladınız? Biz İbrahimə gedirik. Yəni bu necə olan bir şeydir? Mən imandan qabaq, yəni iman etməmiş, mənim üçün bütün bu vədlər, mənim üçün Allahın kəlamı yad idi. Mən axı tanımırdım, bilmirdim, xəbərim yox idi. Elə deyilmi? Amma İncil kitabı açılanda, İncil kitabını oxuyanda, İncil kitabına, yəni ki, bu müqəddəs sözlərə inananda, iman edəndə, başqa sözlə mən İsa'nı qəbul edəndə, mən İsa'ya büründüm. Kəlamda da yazılır, 3-cü fəsildə axırda bunu oxuyacaq, axırıncı ayələrdə deyilir. Deməli, mən İsa'ya bürünəndə, axı, Rəbb İsa Məsihimiz salihdir, elə deyilmi? Və mən salih, onun salihliyində olaraq salihlərin nəslindən sayılıram. Doğuluram. Onun toxumu, müqəddəs toxumu, bu da müqəddəs toxumu onun kəlamıdır. Mənim ürəyimdə yaranır. Bax bu cür. Yaxşı, onda yazılıb ki, qanun nə üçündür onda? Qanun nə üçündür?
Hə dostlar? Təzə qanun, köhnə qanun. Ümumiyyətlə bax qanun, Musa peyğəmbərin vasitəsilə gələn qanun nə üçündür? Bakın, yəni qanunlarla əməl etməlidir. Bizə qanun lazımdır və ya lazım deyil? Lazımdır. Hə? Lazımdır. Lazım deyil. Niyə lazım deyil? Qanun müqəddəs deyilmi? Müqəddəsdir. Bəs onda niyə lazım deyil? Çünki heç bir insan qanuna əməl edə bilmədiyi Allah vahid olduğunu. Ay sağ ol. Qanun Çox gözəl. Dön cavabı, sən 5 manat. Qanun olmasa hər kəs istədiyi kimi Köhnə qanunda olanları Rəbb özü deyirdi. Mən gəlməmişəm qanunları yox eləmə, gəlmişəm icra eləmə. Yəni Rəbbin öz qanunları. qanunu icra eləməsən. Dostlar, Sən qanunu icra eləməsən, sən nətər Və köhnə qanunda yazılır ki, məsələn, boşanmış qadından evlənə bilərsən. Allah qoyduğu qanunlar sən icra eləməlisən ancaq. qanun Rəbb Allah tərəfdən verilmişdir. Amma onu icra eləmə. Elə deyilmi? Amma onu heç kəs icra edə bilməyib. Əksinə, qanunu nə ediblər? Pozublar. Elə deyilmi? Qanunu icra edən onunla yaşayar. Amma o demək deyil ki, salih sayılacaq. Çünki imanla yaşayan yazılıb ki, salih sayılır. Amma qanunla yaşayan isə qanunu icra edən həmən o qanunla da yaşayacaq. Çalışacaq. Çalışacaq, can atacaq. Amma dostlar, yenə də deyirəm ki, qanun yəni yalnız İsrail xalqına verilmişdir. Müvəqqəti verilmişdir. Və baxın 19-cu ayədən deyilir. Bəs qanun nə üçündür? Emin qardaş oxu zəhmət olunsa 19-cu ayədən. Nə üçündür qanun? Əhdi pozanların. Bəs qanun nə üçündür? Qanun əhdi pozanların təqsirləndirmək üçün əlavə olundu. Vədi alan və İbrahimin nəslindən olan şəxs gələnə qədər qüvvədə qalmalı idi. Mələklər vasitəsilə bir vasitəçi Əli ilə tərtib edildi. Vasitəçi tək bir nəfərə aid deyildi. Allah isə biri. Bura qədər. Gəlməyənə qədər. Bəli. Bizə lazım Qanun lazım idi. Çünki bu qanun elə bil ki, yol açıb, Rəbbimizə yol açıb ki, bax bu dünyaya gəlsin. Amma bir də baxın nə üçündür? Yazılıb ki, əhdi pozanlar üçün də, əhdi pozanları təsdiqləndirmək üçün əlavə olundu. Yadınızdadırsa, keçən səfər mən danışdım, qanun bir güzgü kimidir. Bir güzgüyə baxıb özünü də görə bilərsən də, sən necəsən, nə vəziyyətdəsən. Qanun vasitəsilə aşkar olunur ki, günah varmı məndə ya yox? Dostlar, qanun olmasaydı günahın nə olmasını mən bilməzdim. Romaların 7-ci fəslində deyilir. Qanun vasitəsilə mən dərk etdim günah nədir? Günahla necə mən murdarlandım? Günah necə də məni yoldan çıxardıb? Günah necə də məni Allahdan ayırıb? Bunu mən qanun vasitəsilə bildim. Amma bunu biləndən sonra Həvari Payal deyir ki, onda mən bir yazıq insanam, məni kim bax bu ölümdən, bu lənətdən belə deyək, kim məni azad edə bilər? Və baxın 3-cü fəsildə də biz bunu oxuyuruq. Yazılıb ki, qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki yazılıb, qoy qanun kitabında yazılan, hər şeyə riayət etməyən, onu təsdiq etməyən hər kəsə lənət olsun. Aydındır ki, Allah qarşısında heç kim qanun vasitəsilə salih sayılmır. Çünki salih adam imanla yaşayacaq. Necə ki, bayaq danışdıq. Qanun isə imana əsaslanmamışdır. Əksinə, bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq. Və 13-cü ayəyə gəlin diqqətlə baxaq necə yazıb. Məsih bizim uğrumuzda lənətlənərək bizi qanun lənətindən satın aldı. Yəni bütün günahlarımızı boynuna götürdü. Öz boynuna. Sərbəst. Bəli.
öz boynuna götürdü. Yəni ki, mənim yerimi tutaraq, məni qanundan azad edir. Sonra da nə olur? Ölür. Məsih öldü. Elə deyilmi? Biz də Məsihi qəbul edərkən Məsihlə bir yerdə bu qanun üçün ölürük. Və ortaya yeni bir təlim çıxır. Rəbbin təlimi. Yeni bir təlim. Bu, onun təlimi lütf ilə bağlıdır və artıq yeni onun təlimi ilə, onun sözü ilə, ruhani bir qanunu ilə biz yaşayırıq. Bax belə əzizlərim. Sonra da biz iman edəndən sonra baxın necə yazılıb 26-cı ayədən oxuyuruq indi. Siz hamınız Məsih İsa'ya olan iman vasitəsilə Allahın övladlarısınız. Artıq ki onu qəbul etdiniz. Bax onu qəbul edəndə onda olaraq Allahın övladlarısınız. Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz. Artıq Yahudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki hamınız Məsih İsa'da birsiniz. İndi Rəbb Allah bizə bu cür baxır. Kim Məsihdədirsə, deməli, onun övladı sayılır. Yox, kim Məsihdə deyilsə, əzizlərim, onu qanun xilas etmir. Əksinə, qanun ona nə göstərir? Onun günahlı vəziyyətini göstərir və deyir ki, lənətə düşürsən. Lənətdən azad olmaq üçün Rəbb İsa Məsih bizi xilas edir. Xilas edir. Öz boynuna bizim lənətimizi götürür və yazılıb ki, ağacdan asılan hər kəs, bunu 13-cü ayədə oxuyuram da, ağacdan asılan hər kəs lənət olsun. Ağacdan kim asıldı? Məsih. İsa Məsih asıldı. Lənətimizi götürdü, bizi azad etdi. Baxın, bayaq dedim, günahlarımızı bağışladı. Bağışlamağı bu bir. İkincisi də neynədi? Bizi təmizlədi. Bizi yuyub təmizlədi. Qanun bizi satın ala bilmir, amma bizi təhqir edir. Bizim günahlarımızı aşkar edir. Bizi mühakimə edir. Elə deyilmi? Amma satın ala bilmir. Qaldı ki, qanun müqəddəsdir, Allah tərəfindəndir. Amma bizi indi xilas etmək üçün dostlar, tam bir başqa şey lazımdır. Dənizdə olmuşsunuz və yəqin ki, kim beləmişsiniz. Bizim bir qardaşımız var, imanda olan qardaşımız. Deməli, bir yerdə dənizə getdi. Nə bilim, üzə bilmirmiş, uzağa gedir. Uzağa getdi, elə oldu ki, bu dəniz su da bunu apardı. Bu da yazıq qalıb, batır suda. Ay, qışqırır, mən boğuluram. Niyə? Siz təsəvvür edin, mən oradan da sahildən qışqırıram. Sən bəs bilmirsən, nə etməlisən? Ürəklər verirsən. Yox da bir qanundur da. Bəs bilmirsən ki, uzağı, yəni ki, üzə bilməyən insan uzağa getmə, bu bir. Sənin başına gəlib də, indi bilmirsən nə olmalıdır. Və saat alıram, bunu etməlisən, onu etməlisən, bunu etməsən batacaqsan, bu cür etməsən batacaqsan. Elə deyə batır yazıq, mən elə deyirəm. Sizcə, bir tərəfdən, mən deyəndə elə bil ki, mən düz deyirəm də, mən onu deyirəm ki, bəs bilmirdi. Bu cür xilas olunacaqmı? Yox. Birdən görürəm ki, kənardan, mən bilirsiniz, elə bir məsəl kimi gətirirəm. Birdən də kənardan bir xilas edicilər gəlir. Onlar nədir? Sizcə onlar nədir? Üzə bilmirsən, üzmür. Xeyr, onlar heç nə demir. Heç nə demir. Onlar özlərini suya atırlar. Mən boğulsam da belə, amma onun canını mən xilas etməliyəm. Xilas edici belədir. Mənə pis olsun, amma mən onu çıxartmalıyam. Heç nə demir, dostlar, heç nə demir xilas edici. Bax, eləcə də Rəbbimiz. Qanun uzaqdan elə bil ki, qışqırır. Ay filan kəs. Bunu elə, bunu elə, bunu elə. Bunu etməsən, deməli, bütün qanuna görə sən nəsən?
Təqsirkarsan, günah işlədirsən. Deməli, əgər təqsirkarsansa, deməli, lənətə düşürsən. Amma xilas edən isə Rəbbimiz nədir? Heç nə demir. O bura gəlir, mənim yerimi tutur və məni xilas edir. Anladınız dostlar? Bax, burada da Həvari Paul da Qalatiyaların məktubunda buna deyir. Ey ağılsız Qalatiyalar. Axı sizi xilas edən Rəbb İsa Məsihdir. Siz niyə qanuna tərəf üzünüzü çevirirsiniz? Niyə? Dostlar, bizim həyatımızda da elə olur. Buna görə də qoyuram hər birimizə xeyir-dua versin. Bax, bu müjdəyə bağlı olaq. Bizim xilaskarımız var. Ona bağlı olaq ki, başa düşək ki, bizi xilas edən kimdir? Qoyuram hər birimizə xeyir-dua versin. Gələn səfər isə yığılışıb 4-cü fəsildən oxuyacaq. Amin.